Abşeron magistral kanalı və qol kanalları lildən təmizlənir, su itkisinin qarşısı alınır, suyun sürətli axını təmin olunur. Aparılan tədbirlər nəticəsində suvarma yaxşılaşıb, kənd təsərrüfatı məhsullarından 2025-ci ildə bol məhsul əldə olunub. Görülən meliorativ tədbirlər Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən həyata keçirilib. Hazırda Abşeron magistral kanalında lildən və otlardan təmizləmə işləri aparılır. Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsi Abşeron, Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonları ərazisində yerləşən 17,1 min hektar əkin sahələrini 3600 abonentin suvarma suyunun Abşeron rayonu kənd və qəsəbələrində yaşayan 154 min abonentin içməli su və kanalizasiya şəbəkələrinin istismarının həyata keçirir. Abşeron su meliorasiya sistemlərinin istismar idarəsi tərəfindən əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə fasiləsiz olaraq təmin etmək üçün fasiləsiz işlər görülür. Belə ki, su və kanalizasiya xətlərində baş verən qəzalar operativ olaraq aradan qaldırılır. Bundan başqa nasos stansiya binaları, hidrotexniki qurğular, mülki və istehsalat binaları, müxtəlif diametrli boru kəmərləri, qol kanalları cari təmir olunaraq yenidən istifadəyə verilib. Cari ilin müvafiq dövrü ərzində içməli su istiqamətində 3,8 km, kanalizasiya şəbəkəsində 2,2 km, o cümlədən suvarma su istiqamətində 2,6 km uzunluğunda müxtəlif diametrli boru xəttlərin yenisi ilə əvəz olunmuşdur. 6 ədəd nastansiya binasında cari təmir işləri aparılmışdır. Xırdalan şəhəri Hacı Zeynəbdin Tağıyev küçəsindən keçən istismar müddətini bitirmiş, diametri 1000 mm olan dəmir beton kanalizasiya borusunun 650 pagon metr olan hissəsi yenisi ilə əvəz olunmuş və hal-hazırda Həsən bəy Zərdabi küçəsində tikinti quraşdırılma işləri davam etdirilir. Qeyd edək ki, 2025-2026-cı illərdə Abşeron rayonunun müxtəlif ərazilərində 1000 hektara yaxın əkin sahələrinin salınacağı nəzərdə tutulur ki, bu da gələcəkdə məhsul bolluğuna şərait yaradacaq.